Axşamınız xeyir, canlı yayında Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Qardabanda daha bir uşaq bağçası istifadəyə verildi. Ətraflı süjetimizdə. Qardaban Bələdiyyəsinin Lemşvaniyera kəndində bir saylı uşaq bağçasının təmiri başa çatdı. 100 yerlik uşaq bağçası tədris prosesinə tam hazırdır. Layihə çərçivəsində məktəbə qədər yaşlı uşaqlar üçün təhlükəsiz, etibarlı, rahat və müasir təhsil mühiti yaradılıb. Tamamlanmış işlərə Komunkartın icraçı dövlət nümayəndəsi İlya Calağaniya, Bələdiyyə İnkişaf Fondunun icraçı direktoru, Qardaban şəhərinin meri Beka Uruşadze və yerli hökumətin digər nümayəndələri ilə birlikdə baxış keçirib. Qardabanın Lamşveniyera kəndində Bələdiyyə Fondunun dəstəyi ilə yeni uşaq bağçası açıldı. Burada 100 körpə müasir standartlarla tərbiyə alacaq. Burada miqyaslı layihə tamamlandı. Bir saylı bağçada 100 uşaq təhsil alacaq. Bərpa işləri çərçivəsində bağın daxili və xarici infrastrukturu yaxşılaşdırılıb. Tədris, əyləncə, istirahət və inzibati otaqlar yaradılıb. Həyət yanı perimetrdə uşaqların inkişafı və təhlükəsiz mühit üçün uyğunlaşdırılmış şərait yaradılıb. Layihə Bələdiyyə İnkişaf Fondu tərəfindən 3,2 milyon lari ilə maliyyələşdirilib. Bağça tədris prosesinə hazırdır. Bugündən işə başladıq. İxtisaslı pedaqoqlardır. Bağçamız hər zaman təhsilli körpələr yetişdirir. Uşaqlara və həmkarlarıma uğurlar arzulayıram. Məktəbə qədər təhsilin təşviqi məqsədi ilə hazırda Komunkartı bölgəsində 24 uşaq bağçası tikilir. Təzəkənd sakinləri, belə desək, sahibsiz itlərin əlindən boğaza yığıldıqlarını deyirlər. Onların sözlərinə görə evlərində daha ev quşları da qalmayıb. Daha ətraflı materialımızda. Marneuli Bələdiyyəsinin Təzəkənd kənd əhalisi sahibsiz itlərin evlərə hücumundan şikayətlənirlər. Sakinlər deyirlər ki, aqressiv itlər uşaqlara hücum edir deyə onlar məktəbə gedə bilmirlər. Təzəkəndlilər kömək istəyirlər. Deyirəm, nə ördək qaldı, nə qaz qaldı, nə tuyuq qaldı, nə cücə. Bir mutda yoxdur, uşağı qarasan yeyə. Bəlkə 40-50 tuyuğum var idi. Bücəci yoxdur. Eşiyə çıxansa dolayıq oradan yürü gəlir, aparı gedir, yürü gəlir, aparı gedir. Hə, vallah. Mən də gəlirdilər, yığırdılar, abaləşdilər, aparırdılar. Daha gələn gedən yoxdur. Sahibsiz itlər çöl tərəfdən hücuma keçiblər kəndə, yağış yağan gün. Cəmaatın toyuğu, cücəsi, hinduşkası, nəyi var. Hətta incə gedən oğlan nədir dayandı burada. Onun da bir dənə keçisini parçalayıblar. Biz indi o toyuq cücə öz yerində. Biz uşaqlardan qorxuruq. Bax, burada oynayırlar. Yolda oynayırlar, məktəbə gedirlər, məktəbdən gəlirlər. Bütün kəncə basqın eləyirlər. Bu sahibsiz itləri harasa yığasıdırlar, yıxsınlar, öldürməyə qoymurlar. Həmişə yığırlar salaxana. Həmişə gəlirdilər, heç olmasa yığırdılar, aparırdılar harasa da. Onu biz bilmirik. Amma indi yoxdur. İtə də əgər ki, əl qaldırsan, iti vurarsan, döyərsən, qanunlar, beynəlxalq normalar var. Ona görə səni cəzalandırırlar. Yaxşı, itlər bizə bu ziyanı vursun. Biz də əli qolu bağlı duraqmı? Yerin içinə götürürük də, toyuq cücədinə arasan, tam oradır. Açırıq, buraxırıq tezdən. Bir də qonşu gəldi ki, belə-belə toyuqlar tutub. Gedirəm, bileşlikə verilir. Hamısını boğazından, belindən tutub, öldürübdən hamısını. Marneuli şəhərinin sakinləri də küçələrdə çoxlu sahibsiz və aqressiv itlərin olmasından danışırlar. Uşağın üstə yürürlər, biləşirlər, hamısı yığmırlar bunları. İndi mən başardıqca yedirdirəm bunları, hamısını. Burada nə kitlər var, əksəriyyətini mən saxlayıram. Yemək verirəm, bir səhəri başa salıram özlərini də. İt qanır, it çox şeydən yaxşı qanır. Bəzənlər var, yıxsalar yaxşı olar. Bəzənlər tuturlar. Dişləyirlər, uşaq var. Biz yekiyə, nə var yekiyə dişləsə, yekinə, uşağı dişləsə, o şeyləri var. Balaca uşaqları dişləyirlər. Çoxalır, doğrudur çoxalmağına, niyə çoxalmasın? Bizim evin yanında da olur, mən Əlgənin yanında olurum. Orada var ki, Zibileyfin yanında doğrudular. Hardan adıb gəliblər, kim gətirib, bilmək olmur. Uşaq çıxa bilmir, qadın xaylar gəzə bilmir, arısı da var, olurlar. Baxan yoxdur.
Ona görə də narahat edir. Bəli. Yerli hökumətdən verilən məlumata görə bölgədə itlər üçün sığınacaqların olmaması müəyyən problemlər yaratsa da evsiz heyvanlara qayğı mərhələli şəkildə həyata keçirilir. Marneuli bələdiyyə meriyası sahibsiz itlərin sterilləşməsi, peyvəndləşməsi xidmətini təmin edən şirkətlə müqavilə bağlayıb. Sözü gedən şirkət Gürcüstanın qanunvericiliyinə uyğun olaraq hərəkət edir. Sahibsiz itlər aparılır, peyvəndlənir, sterilizasiya olunduqdan sonra yaşadığı yerə qaytarılır. Hazırda heyvanlar üçün sığınacağın yaradılması məsələsi müzakirə olunur. Sahibsiz itlərə qulluq bələdiyyənin üzərinə düşür. Bununla belə qulluq yalnız kastrasiya, sterilizasiya və məlumat bazasında qeydiyyatdan ibarətdir ki, bu da yalnız evsiz heyvanların çoxalmasının qarşısının alınması deməkdir. Problem isə şəhərdə olduğu kimi demək olar hər kənddə eynidir. Mərkəzi Seçki Komissiyasında yerli özünü idarəetmə orqanlarına seçkilərlə bağlı yekun iclas keçirilib. Gündəliyə əsasən sessiyada Tbilisi merinin proporsional sistemlə seçkilərin nəticələrinə yekun vurulub. Sakrebulaya seçilmiş deputatlar və bələdiyyə sədri haqqında məlumat paylaşılıb. Oktyabrın 4-də keçirilmiş seçkilər nəticəsində seçilmiş bələdiyyələrin nümayəndəlik orqanlarının yığıncaqlarının ilk iclaslarının çağırılması haqqında sərəncam layihəsinə də toxunulub. Bugün Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq şəffaflıq, aşkarlıq və yüksək peşəkarlıq standartlarına tam riayət olunmaqla həyata keçirilən ən iri və mürəkkəb proseslərdən biri idi. Prosesdə fəal iştirak edən seçicilərə təşəkkür edirik və onların iştirakı və etimadı əsas motivasiya və nailiyyətdir. Seçki administrasiyası ilə fəal əməkdaşlıq edən bütün qurum və təşkilatlara da təşəkkür edirəm. Yerli və beynəlxalq müşahidəçilərə, seçki subyektlərinə və mediaya cəlb olunmaları və müşahidələri üçün, həmçinin dəstəyi və əməkdaşlığı ilə texnologiyadan istifadə edərək ikinci uğurlu seçkinin keçirildiyi üçün Smartmatic beynəlxalq satıcı şirkətinə təşəkkür edirik. Keçirilən əməliyyat tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Acara polis şöbəsinin əməkdaşları tərəfindən Interpol xətti ilə qırmızı vərəqə ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb. Həbs edilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz istehsalı və dövriyyəsi ithamı ilə Interpolun qırmızı bildirişi əsasında Türkiyənin hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Hazırda saxlanılan şəxsin qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir. Və salam hörmətli tamaşaçılar, günün əsas xəbərləri bunlar idi. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.